Gürcüstanın Xarici İşlər Naziri Maka Boçurişvili Gürcüstanın Almaniyadakı səfiri Aleksandr Kartozyanın etimadnaməsini Almaniya prezidentinə təqdim etməsinə münasibət bildirib. Tədbir iyulun 23-də baş tutacaq. Müvafiq məlumat prezident administrasiyasının internet səhifəsində dərc olunub. Keçən il oktyabrın 1-də səfir təyin olunan Aleksandr Kartozya müvafiq prosedurların yekunlaşmasını 10 ay gözləməli olub. Almaniya prezidentinin administrasiyasının məlumatına görə etimadnamənin təqdim edilməsi mərasimi yerli vaxtla saat 10:30-da keçiriləcək. Gürcüstan-Almaniya münasibətlərinin gələcək perspektivləri siyasi spektrdə qiymətləndirildi. Qeyd etmək lazımdır ki, Almaniya Gürcüstandakı diplomatik missiyanın rəhbərini hələ təqdim etməyib. Gürcü arzusu hakimiyyətinin kəskin tənqidi ilə seçilən Peter Fischerin Gürcüstandan getməsindən sonra bu vəzifə vakantdır. İki ölkə arasında münasibətlərin pisləşməsini məhz Fischerlə əlaqələndirən rəsmi Tbilisi vəziyyətin normallaşmasını onun əvəz edicisinin təyin olunmasından sonra gözləyir. Həmçinin Almaniya Xarici İşlər Nazirliyinin rəsmi internet saytında indiyədək Salome Zurabishvilinin Gürcüstan prezidenti kimi qeyd edildiyi məlumatı silinib. Gürcüstanın baş naziri İrakli Kobaxidze işgüzar səfərlə Sinqapura yola düşüb. Hökumət administrasiyasının məlumatına görə səfər çərçivəsində Gürcüstan hökumətinin rəhbəri Sinqapur prezidenti, baş naziri və Sinqapur parlamentinin spikeri ilə görüşəcək. Maliyyə texnologiyaları şirkətləri ilə görüş nəzərdə tutulub ki, bunun da əsas mövzusu Gürcüstanın investisiya imkanları olacaq. Baş nazir Sinqapura heyətlə birlikdə yola düşüb. Heyət tərkibinə baş nazirin müavini Xarici İşlər Naziri Maka Boçurişvili, İqtisadiyyat və Davamlı İnkişaf Naziri Maryam Xurevişvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjolyan daxildir. Rustaveli prospektində bərpa işlərinə iyulun 23 saat 00-da başlanılacaq. Bu barədə Tbilisi meriyasında keçirilən bələdiyyə və hökumətinin iclasını Tbilisi meri Kaxa Kaladze bildirib. Onun sözlərinə görə şirkətlərin tenderdə iştirak etməməsi səbəbindən indiyədək sözügedən bərpa işlərinə başlamaq mümkün olmurdu. Tbilisi merinin verdiyi məlumata görə Rustaveli prospektində və Merab Kostova küçəsinin bir hissəsində hər növ avtonəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq. Bərpa işləri isə noyabrın sonunadək davam edəcək. Bərpa sahəsi Tamar Çovelicə küçəsindən Azadlıq meydanınadək olan ərazini ümumilikdə 2 kilometrə yaxın yol hissəsini əhatə edir. Layihənin birinci mərhələsində yeraltı kommunikasiya şəbəkələrinin yenilənməsi həyata keçiriləcək. Kaxa Kaladzenin bildirdiyinə görə layihənin vacib hissəsi yaşıllaşdırma işlərinə ayrılacaq. Məktəbli formalarının ilk partiyası Gürcüstana Çindən bir ay ərzində gətiriləcək. Onların satışı isə sentyabrın 1-dən başlayacaq. Təhsil Nazirinin məlumatına görə 65 min və daha az reytinq xalı olan vətəndaşlar üçün formalar pulsuz olacaq. Digər bütün ailələr üçün isə qiymətin müəyyənləşdirilməsi prosesi gedir və yekun qiymət yaxın günlərdə açıqlanacaq. Yeni tədris ilinin əvvəli üçün, yəni 15 sentyabrədək formaları yalnız birincilər alacaq. 6-cı sinif və daxil olmaqla digər şagirdlər isə 1-ci semestr ərzində mərhələli şəkildə təmin ediləcəklər. Formalar Çindəki müəssisədə hökumətin müəyyən etdiyi standartlara, parça tərkibi, keyfiyyət və dizayna uyğun olaraq tikilir. İstintaq xidməti 19 ton vaxtı keçmiş və sağlamlıq üçün təhlükəli ət məhsullarının satışı faktını aşkar edib və bir nəfər cinayət məsuliyyətinə cəlb olunub. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs əcnəbi vətəndaşdan 19 ton vaxtı keçmiş və sağlamlıq üçün təhlükəli dondurulmuş mal əti məhsullarını alıb, onları Tbilisidəki soyuducu anbarlardan birinə saxlayıb və satmaq məqsədi ilə mərhələli şəkildə özünə məxsus ət mağazasına daşıyıb. Maliyyə Nazirliyinin İstintaq xidmətinin əməkdaşları təqsirləndirilən şəxsə məxsus mağazadan və soyuducu anbardan küllü miqdarda vaxtı keçmiş məhsulu sübut kimi götürüblər. Daxili İşlər Nazirliyinin əməkdaşları qrup halında xüsusilə küllü miqdarda narkotik vasitələrinin qanunsuz əldə edilməsi, saxlanılması və satılmasına şərait yaratma ittihamı ilə 2 əcnəbi vətəndaşı saxlayıblar. Hüquq mühafizə orqanlarının əməkdaşları Tbilisidə təqsirləndirilən şəxslərin üzərində və müvəqqəti yaşadıkları mənzildə apardıqları axtarış nəticəsində sübut kimi xüsusilə küllü miqdarda narkotik, o cümlədən satış üçün qablaşdırılmış 331 büküm marixuana narkotik vasitəsi aşkar edərək götürüblər. Bu cinayət əməli 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Sərhəd polisi Gürcüstanın dövlət sərhədini qanunsuz olaraq qrup halında keçməyə cəhd göstərməkdə təqsirləndirilən 9 nəfər saxlayıb. Hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat və istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər sərhəd buraxılış məntəqəsindən yan keçərək Sarpi sərhəd bölməsinin mühafizə olunan hissəsindən qanunsuz yolla Türkiyə Respublikasına keçməyə cəhd ediblər. Bu cinayət əməli 5 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
Bu gün Tel Aviv rayon məhkəməsində Georgi Çiğladze barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Təqsirləndirilən şəxs 5000 lari məbləğində girov müqabilində məhkəmə zalından azadlığa buraxılıb. Xatırladaq ki, bir neçə gün əvvəl Kaxetidəki otellərin birində toyda insident baş verib. Georgi Çiğladze qadına əli ilə vurub, buna görə də o həbs olunub. Şahidlərin məlumatına görə əcnəbi ölkə vətəndaşları otel otağının balkonundan toyda olan şəxslərə təhqir yetiriblər və aparaturalara su töküblər. Bundan sonra təqsirləndirilən şəxs əcnəbi ölkə vətəndaşı olan qadına fiziki zədə vurub. İstintaq Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə başlayıb, hansı ki sağlamlığa qəsdən yüngül zədə vurmanı nəzərdə tutur. Sözü gedən əməl 3 ilədək müddətli azadlıqdan məhrum etməni nəzərdə tutur. İşin prokurorunun bəyanatına görə istintaq bütün istiqamətlərdə davam edir. O cümlədən qadınlara qarşı da cinayət hüquqi kateqoriyalı fakt üzə çıxarsa müvafiq reaksiya veriləcək. Şəffaflıq Beynəlxalq Gürcüstan Qeyri-Hökumət Təşkilatı Gürcüstanda siyasi motivlərlə həbs olunduğunu qiymətləndirdiyi məhbusların siyasətini dərc edib. Təşkilatın bildirdiyinə görə Siyasi Avropa Şurası Parlament Assambleyasının 2012-ci ildə qəbul etdiyi qətnamə ilə müəyyən edilmiş meyarlar əsasında hazırlanıb. Şəffaflıq Beynəlxalq Gürcüstanın izahına görə Siyasi Avropa Şurasının bərqərar etdiyi və 5 meyarı əhatə edən hüquqi mətnə əsaslanır. Bu meyardan ibarətdir: insan hüquq və azadlıqlarının pozulması, siyasi motivlərlə bağlı həbs, diskriminativ rəftar və ya ədalətli məhkəmə tələblərinə uyğun gəlməyən rəftar. Hakim komandanın nümayəndələrinin qiymətləndirilməsinə görə isə qeyri-hökumət təşkilatları qərəzli yanaşmalarının əsaslanır və saxlanılan şəxslər siyasi baxımdan deyil, konkret hüquqi əsaslarla həbs olunublar.